Papilloma virus əksər hallarda cinsi yolla keçir. Prezervativlərdən istifadə edən zaman da keçə bilər. Ona görə ki, qasığın, cinsi orqanların digər yerlərdə olanda mikro zədələr olan zaman keçə bilir. Yoluxandan sonra papilloma virus uzun illər, 10 illərlə bədəndə biruzə vermədən qala bilər. 2 həftədən 2 aya kimi yoluxandan sonra özünü göstərə bilir. İmmun sistemindən asılı olaraq, individual bədənin qoruma mexanizmindən asılı olaraq bu virus uzun müddət özünü bildirmədən, hətta ömür boyu bildirmədən qala bilər. Belə suallarla pasientə yaxınlaşırlar. Ailə quran zaman həm kişinin, həm qadının heç bir cinsi partnyor olmadan bir neçə ildən sonra ailə həyatı sürəndən sonra bir nəfərində papilloma virus çıxır. Burada da suallar dərhal çıxır. Bəs necə oldu? Deməli, nəsə orada kimdənsə hətta tutma sualları da baş verir. Onun nadir hallarda həmən əşyalardan, gigiyen əşyalardan, hətta müəyyən yerlərdən ya bu hansısa kosmetoloji vasitələrdən, ümumi istifadə olunan yerlərdən keçə bilir. Yenə də vurğulayıram, çox nadir haldır, ancaq yenə də baş verə bilər.